Həqiqətən də el arasında deyildiyi kimi yaxşı iş deyil ki, əllərindən gəlməsin. Hər dəfə bizi pis işlər ilə təəccübləndirə bilirlər. İstər insan hüquqları ilə bağlı olsun, repressiyalarla bağlı olsun, istər oğurluqlarla, korrupsiya ilə, israfla bağlı olsun, o cümlədən sosial çətinliklərlə bağlı olsun. Hər dəfə sizinlə razıyam ki, biz düşünəndə ki, daha yəqin bundan pisi mümkün deyil, amma İlham Əliyev hakimiyyəti sübut edir hər birimizə ki, daha da pisi mümkündür. İndi də Azərbaycan iqtisadiyyatını daha çətin günlər gözləyir. Biz o qədər ağır günlər yaşayırıq ki, o qədər sosial-iqtisadi baxımdan çətin zamanlar yaşamışıq ki, həqiqətən də təsəvvür eləmək belə çətindir ki, bundan pis daha nə olacaq ki? Amma çox təəssüf ki, olacaq. Sizin də dediyiniz kimi, neftin qiyməti düşməyə başlayıb. Nəyə görə başlayıb deyirəm mən? Çünki hələ ki, bu 5% qiymət düşüşü və Brent markalı neftin qiymətinin bir barelinin 70 dolların altına düşməsi hələ ki ilk addımdır. Hələ neftin istehsalı artmayıb. Neftin qiymətinə təsir eləyəcək hadisələrin hələ əsas hissəsi baş verməyib. Bilirsiniz ki, Trump hakimiyyətə gələndə bəyan edib ki, o ABŞ-da neft və qaz istehsalını rekord həddə qədər artıracaq. Bunun özü bazarda bolluq yaradacaq. Üstəlik, o Səudiyyə Ərəbistanı başda olmaqla OPEC üzvü olan ölkələrlə, yəni neft istehsalçıları, ixracatçıları ilə danışıqlar aparıb, onları razı salıb ki, sistemli şəkildə neftin istehsalını artırsınlar. May ayından başlayaraq təqribən 400.000 bareldən biraz artıq nefti OPEC üzvləri bazara çıxaracaqlar, əlavə nefti. Yəni indiyə qədər qiyməti yüksək saxlamaqdan ötürü onlar istehsalı aşağı salmışdılar. Və bu təkcə Trump'ın sözü ilə olmur. Səudiyyə Ərəbistanı özü hesablayır ki, o qiyməti yüksək saxlamaqdan ötürü istehsalı artırmır, amma onun bazar payı başqalarının əlinə keçir. Ona görə o özü də bu qənaətə gəlib ki, yəni bu sadəcə bir xahişlə deyil. Həm Səudiyyə Ərəbistanının marağı, həm Trump'ın mövqeyi üst-üstə düşür və artıq OPEC-in 8 ölkəsi razılaşıblar. May ayının birindən başlayaraq bazara 400.000 bareldən artıq əlavə neft çıxaracaqlar. Bugünkü düşüş isə hələ onun ayaq səsləridir. Yəni bazar xəbər tutub ki, istehsal artacaq, ona görə başlayıblar müqavilələrin qiymətini aşağı salmağa. Amma dediyim kimi, əsl düşüş istehsal artmağa başlayandan sonra olacaq. İstehsalın artmağı isə birdən-birə baş vermir. Bilirsiniz, bu neftin istehsalı elə məsələ deyil ki, düyməni basasan və birdən-birə 500.000 barel, 1 milyon barel artsın. O çox ciddi bir prosesdən keçir. Ona görə də OPEC ölkələri ay təqribən 400.000 barel və s. artıraraq 2,2 milyon barel neftin gündəlik hasilatını artırmağı hədəfləyirlər. Yəni hələ əgər bu 400.000 barelin ayaq səsləridirsə ki, 5% ucuzlaşma yaradır. İndi siz düşünün ki, gündə 2,2 milyon barel, yəni bu məsələn Qazaxıstan kimi bir ölkənin istehsalından çoxdur, xeyli çoxdur. Azərbaycanın gündəlik istehsalından hardasa 4-5 dəfə çoxdur, təsəvvür edin. Bu qədər əlavə bazara neft girəcək. Amma tək bu deyil. ABŞ-ın da neftin istehsalı artacaq və üstəlik indi bu saatki gündəmdə əsas məsələ var. Bu Trump tərəfindən dünya ölkələrinin ABŞ-a satacağı mallara yüksək tariflər qoyulub. İndi Azərbaycan üçün bu önəmli deyil, çünki Azərbaycan nə mal satır ki ABŞ-a, onun tarifi də bizim üçün maraqlı olsun. Amma bütövlükdə iqtisadçı ekspertlər hesablayırlar ki, bütün dünyada resesiya, böhran yarana bilər, düşüş yarana bilər. Deməli, həm ABŞ kimi, Çin kimi, Avropa İttifaqı kimi nəhəng iqtisadi güc mərkəzlərində və bütövlükdə dünya iqtisadiyyatında bir böhran gözlənilirsə, bu da gözlənilir. Bu da bir tərəfdən neftə tələbatı azaldacaq. Yəni, baxın, deməli, OPEC-in istehsalı artırması, ABŞ-ın istehsalı artırması və dünyada gözlənilən iqtisadi böhran, yəni tələbatın azalması neftin qiymətlərinin daha da düşməsi haqqında bir mülahizələr yürütməyə əsas verir. Və bu Azərbaycan üçün nə deməkdir? Əslində normalda 20-25 il
külli miqdarda neft istehsal edib satmış bir ölkə bu gün bu qədər də narahat olmalı deyildi. Onun yəni müəyyən bir strateji dözümü olmalı idi qiymətin dalğalanmasına. Necə ki, məsələn, Səudiyyə Ərəbistanının və bütün körfəz ölkələrinin belə bir rezervləri var. Ona görə də özləri qaldırırlar qiyməti özləri salacaqlar. Təsəvvür edin. Çünki onlar artıq iqtisadiyyatlarını xeyli dərəcədə şaxələndiriblər, ciddi rezerv toplayıblar və bir müddət aşağı qiymətlərlə də neftin satılması onlara problem deyil. Amma Azərbaycan hakimiyyəti qabiliyyətsiz olduğundan, yəni təkcə korrupsioner, rüşvətxor deyillər, təkcə israfçı deyillər, həm də qabiliyyətsiz olduqlarından 250 milyard dollardan artıq neft qaz gəlirlərindən istifadə edib normal, şaxələndirilmiş bir iqtisadiyyat qura bilmədiklərindən bu gün də ölkəmiz tamamilə neftin qiymətindən və onun istehsalının həcmindən asılıdır. Ona görə də nə deməkdir bu? Neftin qiyməti düşməkdə davam edəcəksə, bu Azərbaycan iqtisadiyyatı üçün daha da bəd xəbər olacaq. Çünki Azərbaycanda iqtisadiyyatın başqa bir növü yoxdur demək olar ki. Baxın, ildən ilə Azərbaycandan kənd təsərrüfatı məhsullarının xaricdən alınıb gətirilməsi üçün ayrılan vəsait ildən ilə böyük sürətlə artır. Təkcə bax bu ilin 2 ayında. Ancaq deməli kəsilmək üçün gətirilən malqaranın sayı 85% artıq. Təsəvvür edirsiniz bu necə bir rəqəmdir? Azərbaycana gətirilən deməli ithal olunan yağın həcmi 80% artıq. Nə deməkdir? Azərbaycanlılar yaxşı başa düşdük. Hökumətin sayəsində yüksək texnologiya əsasında sənaye inkişaf elətdirə bilmirlər. Tutaq ki, yüksək rəqabət qabiliyyətli xidmət göstərə bilmirlər. Tutaq ki, başqa müasir iqtisadi üsulları inkişaf elətdirə bilmirlər. Çünki ölkəmizə rəhbərlik edənlər o səriştənin sahibi deyirlər, o şəraiti yaratmırlar. Bəs yaxşı, malqara saxlamağı da Azərbaycanlılar bacarmır. Elementar buğda istehsal eləməyi, başqa dənli bitkilər istehsal eləməyi, nə bilim, pambıqdan yoncuya qədər, ən bostan məhsullarına, tərəvəzə qədər, bunları da istehsal eləməyi Azərbaycanlılar bacarmır. Siz ölkəni o günə qoyursunuz ki, hər il ölkədən 2,5 milyard dollar yalnız ərzaq məhsullarının xaricdən alınmasına xərclənir. Və ötən il, 2024-cü ildə, deməli, Azərbaycan götürüb bu Birləşmiş Ərəb Əmirliyinə 450 milyon dollar sərmayə qoyub. İndi biz o tez-tez danışırıq. İndi hələ bu gələn il statistikasına düşəcək ki, Pakistana qoyulan sərmayə, nə bilim, təzə indi strateji tərəfdaş salmışıq, təhsilimizi də koordinasiya edəcək Somali ilə, korrupsiyada çünki, belə deyək də, o el arasında deyildiyi kimi bizimkiləri də öyrədə biləcək. Demək, səviyyədədirlər. Onlar haradasa 180-ci yerlərə iddia edirlər. Azərbaycan hakimiyyəti olsa 154-cü yerdədir. Yəni, ironiya ilə deyirəm bunu. Deməli, bu ölkələrə qoyulan kapital hələ gələn il bilinəcək. Amma 2024-cü ildə Birləşmiş Ərəb Əmirliyinə 450 milyon dollardan artıq Azərbaycan sərmayəsi qoyulub və Azərbaycanın özündə qeyri-neft sektoruna qoyulan xarici sərmayələr 30% azalıb. Məntiqli deyil, məntiqlidir. Sən özün bu ölkəni bəyənib, etibar edib, öz pulunu bura qoymursansa, öz pulunu, şəxsi və dövlət pulunu, ya deməli Birləşmiş Ərəb Əmirliyinə, ya Pakistana, ya nə bilim Daşkənddə otel tikməyə, ya Qırğızistanda turistik mərkəz düzəltməyə, ya Montenegroda turizm mərkəzi yaratmağa və başqa ölkələrdə, başqa offshore zonalarda yerləşdirirsənsə, hansı xarici şirkət, dövlət gəlib sənin etibar eləmədiyin, bəyənmədiyin ölkəndə sərmayə qoyacaq? Əgər sən özün rəhbərlik elədiyin ölkənin iqtisadiyyatına etibar eləmirsənsə, bunun bu gün var, sabah olmayacaq. Bu ölkədə qoyulan sərmayələr batacaq düşüncəsəndə, əgər o düşüncəsə də varsan ki, sən deməli bu ölkəyə qoyulan pullar yaxşı qazanc gətirməyəcək, ona görə də əlimizə düşən pulları aparaq Birləşmiş Ərəb Əmirliyinə qoyaq. O zaman başqasından niyə sərmayə gözləyəcəksən? Baxın, əziz həmvətənlər, ona görə də düşünməyin ki, bu neftin biz onsuz da bəlasını görürük. Burası müəyyən mənada əsaslıdır, əsassız da deyə bilmərəm. Amma inanın ki, hələ o minimal ki, o
Azərbaycanlılara verilən o pensiya var. Müəyyən sayda heç olmasa büdcə təşkilatları 809 min nəfər işləyib, o minimal əmək haqqı alırlar. O müəllimin, həkimin, mədəniyyət işçisinin, idman sahəsində çalışanların aldığı o maaşlar da hələ o neftin hesabına. O olmayanda orada da problem yaranacaq. Görün, deməli balaca bir iqtisadiyyatda problem yaranan kimi birinci nə edirlər bunlar? Pensiyaların verilməsini ləngidirlər. Başqa nə edəcəklər ki? Öz korrupsiya büdcəsinə dəyə bilməzlər ki. O korrupsiya büdcəsi toxunulmaz, o gedəcək. Deməli, pul biraz çatışmayan kimi birinci zərbəni alır təqaüdçülər. Mütləq pensiyaların verilməsi ləngiyir. Biraz da vəziyyət pisləşsə, dövlət büdcə təşkilatlarını hiss edəcəklər. Sonra da digər deməli işləyənlər və s. və ilə axır. Ona görə də çox təəssüf ki, Azərbaycan hakimiyyətinin bacarıqsız siyasəti nəticəsində ölkəni hətta indi olduğundan da pis günlər gözləyir. Və elə bil ki, Azərbaycan hakimiyyəti inadına Azərbaycan xalqının belə ən sonuncu nəfərinə qədər hər kəsə sübut eləmək istəyir ki, bu ölkədə pis idarə etmənin olması, oğru, korrupsioner hakimiyyətin olması, qeyri-demokratik hakimiyyətin olması yalnız öz hüquqları uğrunda mübarizə aparan insanlara pislik deyil. Heç o hüquqlarının dalıca getməyən, sadəcə gününü bir təhər keçirmək, qarnını doyuzdurmaq istəyən, sadəcə evinə, ailəsinə baxa bilmək arzusunda olan, başqa heç nə ilə, heç bir ictimai siyasi marağı olmayan insanlara da isbatlamaq istəyirlər ki, pis idarə etmə hər birinizə zərb olacaq. Hər birinizin o süfrənizdəki sonuncu tikəni də sizin əlinizdən alacaq. Bu ölkəni tamamilə müflis etmək istəyirlər və o istiqamətdə addımlar çox təəssüf ki, neftin qiymətinin düşməsi ilə daha da ardıcıl xarakter alacaq.